Salam əziz izləyicilər, bu dərsimizdə sizlərlə birlikdə fiqurların sayılması mövzusunu öyrənəcəyik. 18 nömrəli dərsimizdə, yəni şəklin analizi mövzusunda biz sizlərə müxtəlif şəkillərdən verilən nümunəyə uyğun fiqurların kəsilib çıxarılması, kəsilib götürülməsi və ya tapılması mövzusunu öyrənmişdik. Burada isə biz sizlə konkret fiqurların sayılmasını keçəcəyik, öyrənəcəyik. Gəlin vaxt itirmədən suallarımıza keçək. İlk sual nümunəsi üçbucaqların sayılması ilə bağlıdır. Burada gördüyünüz nümunə əslində bərabər tərəfli üçbucaqdır. Onun içərisində eyni ölçüdə yenə də bərabər tərəfli kiçik üçbucaqlar var. Bunlarla bağlı bəli, standart qayda var. Standart olmayan nümunələrdə biz bir-bir saymalıyıq. Əslində bu tip nümunələri də üçbucaqları normal qaydada saymağı mən sizə tövsiyə edirəm. Misal üçün, ola bilər ki, bu üçbucaq biraz fərqli formada verilər. Artıq o standart qayda ilə siz onu tapa bilməzsiniz. Ona görə də normal hesablama qaydasını da sizə deyəcəm. Üstəgəl həmən o verilən standart üçbucaqlar üçün olan qaydanı da sizə göstərəcəm. Əslində bu qayda ilə bağlı mənim qarşıma çıxan bir neçə belə deyək də dərs izahları videosunda görmüşəm ki, bir nöqsana yol verilir, kiçik bir nöqsana. Əslində kiçik bu nöqsan tələbələrin imtahanda fərqli formada qarşısına çıxan üçbucaqların hesablanmasında yanlış variantı seçməyinə səbəb ola bilər. Misal üçün bunlardan biri nədir? Gəlin indi o qaydanı yazaq. Əgər bu şəkildə bizə görürük ki, bərabər tərəfli bu üçbucaq bölünüb hansı qaydada? 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Yəni, bu 5-in 5-ə şəklində olan bir üçbucaqlıdır da, yəni içərisindəki fiqurların, kiçik üçbucaqların sayına görə deyirəm. Belə olanda bunu belə yazırıq. Sütun boyunca yuxarıdan qeyd edirik. 1, 2, 3, 4, bu da 5. 1-in qarşısında götürüb yazırıq 1-i. 2-nin qarşısında 2 ilə bu 1-in cəmin, yəni 3. Bu 3-ün qarşısında bu 3 ilə bu 3-ün cəmi 6. 4-ün qarşısında 6 və 4-ün cəmi 10. 5-in də qarşısında indi yazacağıq 10 ilə 5-in cəmi 15. Və biz burada ilk növbədə bu sütun boyunca bu hissəni bir hesablayırıq. 1, 3, 4, 6, 10, 10, 20, bu da 35. Cəm elədi nə? 35. Və bunun üzərinə əslində video izahda qarşılaşdığım belə idi ki, bax bu alt sətr yox idi. 4-ün 4-ə bir üçbucaq idi. Və burada qeyd olunur ki, bax bunu da silirəm. Deyilir ki, ən birinci bu sağ tərəfi toplayıram. Nə qədər elədi? 20. Üstə gəlirəm. Tək sayların qarşısındakı rəqəmlərin cəmin. 1 və 3-dür də bu, düzdür? O da eləyir 7. Bəli. Bu nümunə üçün bu keçərlidir. Düzdür? Amma iş orasındadır ki, əgər bizə 4-ün 4-ə şəklində yox, bax bu 5 dənə üçbucaqdan yan tərəflərdə gördüyünüz kimi kiçik 5 üçbucaqlar görünürsə, artıq burada eyni qayda ilə gedə bilmərik axı. Yəni, sən 5-i də gəlin toplayaq, bayaqki kimi. 5-in qarşısına da 10 ilə 5-in cəmini yazıram, 15. Burada həmən qayda ilə, yəni başa düşdüyümüz kimi getsək, onda bu 35-i tapdıq, əla. 35-in üstünə nəyə gəlməliyik? Tək sayların qarşısındakı ədədlərin cəmin, düzdürmü? 1, 3, bu elədi 7, bu da 15, elədi 22. Görünür ki, bizim cavabımız olmalıdır 7, bu da 5. Amma xeyr, bu düzgün deyil. Yəni, qeyd olunmalı məqam budur ki, əgər bu üçbucaqların tərəflərində görünən sayları, bayaq ki, mən bunu saydım, 1, 2, 3, 4, 5 təkdirsə, onda biz cüt sayları toplayacağıq. Cütdürsə, tək sayları toplayacağıq. Yəni, indi burada say tək olduğuna görə, yəni 5 olduğuna görə, biz 1 ilə 3-ü və 5-i yox. Bir dəqiqə. 2-ni və 4-ü toplayacağıq. Bu da eləyir nə? Yəni 22 yox, 13 bunların cəmi. Cavab da nə eləyir? 48. Baxın, gördüyünüz kimi 48 cavabı da var burada, 57 cavabı da var. Amma biz, yəni bizə o video izahlarda deyilən kimi məntiqlə yanaşsaq, bir dəfə bu sütunu toplayırıq, sağ tərəfi, bir də tək saylar üzərinə gəlirik, cavabı yanlış tapmaq olardıq. Ona görə də mən deyirəm ki, ən yaxşısı bu üçbucaqları standart
sadə qaydada toplamaqdır. Sadə qayda toplayanda sadəcə səliqəli olmaq lazımdır. Necə? Ən birinci, ən kiçik üçbucaqları, yəni bir dama içərisində olan üçbucaqları toplayıram. Nədir bu? Burada neçədir bu sətirdə? 1 dənə. Bu sətirdə neçə dənədir? 3 dənə. 2 artacaq da, düzdürmü? 5 dənə, 7 və 9. Bunları toplasam nə eləyir? 16, 5, 21, o da 4, 25. Eləmi? Cəmini topladım, 25 elədi. İndi baxıram 2 damalılara. Yəni tərəfləri 2 dama bu tərəfə, bu şəkildə olan bu üçbucaqları toplamağa. Baxıram ki, say neçə dənədir? Bu tərəfdə 1 dənə, bir dama aşağı düşürəm. 1 və bu 2. Bir dama aşağı düşürəm. 1, rəngi dəyişsəm daha yaxşı görünər. 2 və 3. Bir dama aşağı düşsəm. 1, 2, 3, 4. Yəni bu əslində bunu şifahi qaydada ilə 1, 2, 3, 4 yaza bilərdim. Sadəcə sizə göstərmək üçün belə elədim. Burada da cəm nə oldu? 10 oldu. Düzdürmü? Sonra baxıram indi 3 damalıların. Yəni tərəflər 3-ün 3-ə olan hissələri götürürəm. Bu 1. Gəlin bunu silək artıq. Bura çünki qeyd eləmişik yuxarı. 3. Bu oldu 1 dənə. Bir dama düşdük aşağı. Neçə dənə çıxdı? 2 dənə. Bir dama düşdük aşağı. 1, 2, 3 dənə. Deməli, bu da elədi 1, 2 və 3. Bu da elədi 6 dənə. Düzdür? Burada nəzərdən qaçırdığım bir dənə kiçik məqam oldu. Bu 2 damalıları sayanda, bax bu 1, bir dama aşağı düşürəm. Bu 1, bu da 2. Yəni bu 3 dənəni nəzərdən qaçırmışdım. Üzrlü sayın. Buraya yazıram. 3. Bu da 6 idi. 3 dənələri hesabladım. Cəmi 6 dənə çıxdı. Bəli, 1. Düşdük aşağı 2. Bəli. İndi də 4 dənələrə baxıram. 1 dənə. Bir dama aşağı düşdük, olacaq 2 dənə də. Bax, bu say hər dəfə bir vahid arta gedir də. Bu şəkildə daha sürətli hesablaya bilərsiniz. Bu da neçə oldu? 3 dənə oldu. Və ən nəhayətində sonda nədir? Bir dənə ən böyük fiqurun özündəki 3 bucaq. Bu da oldu 1. Bu 6, 3 və 1. Bu da 10 elədi. 25. Bu elədi 35. Üstünə də 13 gələndə nə elədi? 48. Bu şəkildə də cavabın doğrudan da 48 olduğunu görürük. Keçək növbəti sualımıza. Bu sualda isə gördüyünüz kimi, bax, standart nümunə var əslində burada. Bunun içərisində bəzi xətlər var. Bu xətlərin əmələ gətirdiyi yeni üçbucaqlar olacaq əlbəttə ki. Gəlin standartı bir ayrı istəyirsinizsə hesablayaq. Misal üçün, bu 4-ün 4 olduğuna görə 1, 2, 3, 4 yazıram. 1-in qarşısında dedik 1-i yazıram. 2-nin qarşısında 2 ilə 1-in cəmini yazıram 3. 3-ün qarşısında 3 ilə 3-ün cəmi 6. 4-ün qarşısında 6 ilə 4-ün cəmi 10. Toplasaq bunları nə eləyir? 20. Bir də bu cüt sayda olduğuna görə təkləri toplayıram, üstünə gəlirəm. Tək sayların qarşısındakı ədədlərin cəmi 1 və 6, bu da 7 eləyir. Cəm elədi nə? 27. Mən standart üçbucaqları burada çıxartmışam. Bu 27-dir. Baxın, imtahanlardan birində düşmüşdü, səhv eləmirəmsə 2024-ün dekabrı idi. Bu sual düşmüşdü ki, bax, bir dənə sadəcə yuxarıdan bu xətti əlavə eləmişdi. Bu 27-dən sonra neçə üçbucaq əmələ gələcək? Gəlin buna baxaq. Yenə də hesablama qaydamızı ardıcıllıqla və səliqəli şəkildə edək. Kiçik üçbucaqlara baxıram. 1 dənə, 2, yəni ən kiçiklərdən başlayıram. 3 və 4. 4-ü qeyd eləyək bura. Sonra baxıram ki, burada nə var? Üzr istəyirəm. 5, bu da 6. Bu 2-ni də qeyd eləyək bura. Sonra nə edirəm? Bir də bax, bu düzbucaqlı üçbucaqlar. 1, 2. Buradan da çıxdı 2 dənə 3. Yəni cəmi neçə oldu? 8. Aha, deməli 27, bu da 8 eləyir. Baxıram ki, bu xətlər əslində standart eyni xətlərdir. Bu üçbucağın uc nöqtələrində, təpə nöqtələrində verilən, təpə nöqtələrindən çıxan eyni qədər irəliləyən xətlərdir. Yəni eyni sayda yeni üçbucaqlar əmələ gətirəcək. 8, 8-i də vururam onda 3-ə, 24 elədi. 27 və 24-ün cəmi də nə edəcək? 51. Keçək növbəti sualımıza. Baxın, görürük ki, burada artıq üçbucaqlar standart deyil. Biz bu standart olmayan üçbucaqlar üçün bayaqki kimi
Ardıcıl qaydada hesablayaq. Bundan əvvəl gəlin bunları bir hər hissəni kodlaşdıraq. 5, 6, 7, 8 və 9. İlk növbədə baxaq. Dedim axı sayırıqsa ən kiçik üçbucaqlardan başlayaq. Daha sonra 2 damalı, 3 damalı olan üçbucaqlara keçək də. Burada baxıram ki, ən kiçik bu hissələrin əmələ gətirdiyi üçbucaqların sayı nə qədərdir? 1 var, bəli var. 2 var, var. 3 üçbucaqdır, bəli, tək başına özü. 4 ayrıca bir üçbucaqdır, bəli. Oldu 4 dənə. Misal üçün 5 üçbucaqlı deyil, 6 üçbucaqlı deyil, 7, 8 və 9-dur. Deməli, tək sayda olanlar nə qədərdir? 4 dənə. İndi keçirəm 2 xanada olan üçbucaqları saymağa. Dəqiqə. Mən burada 1 ilə 2-yə baxıram. Bir dənə üçbucaq əmələ gətirib. Bəli. 1 ilə 4-ü yazıram sonra. Növbəti üçbucaq baxın. 1 və 4 əmələ gəlib. Sonra indi başlayaq 2-yə baxaq. 2 ilə görək. 2-nin içərisində iştirak elədi 2 damalılar. 2 və 5, 2 və 3 bunları yazdıq. İndi 3 ilə baxırıqsa, artıq 2 və 3 yazmışıq. 3, 2, 2, 3 fərq etməz. Yazıram bura 3 və 6. Başqa varmı? Bəli, yenə də var. Bir də nə var? 4 ilə 5. Bax, səliqəli şəkildə gedirəm. 4, 5-dən sonra elə götürüb yazardım ki, 4, 5, 6 var. Və yaxud da 1, 2-dən sonra yazardım ki, 1, 2, 3 var. Ancaq 2 damanın birləşib əmələ gətirdiyi, belə deyək də, üçbucaqlara baxırıq. Ona görə də bunların sayı nə qədər çıxır? 6 dənə. Başqa varmı? 1, 2, 1, 4, 2, 5, 2, 3 yazmışaq. 3, 6, bir də 4, 5. Başqa görmürəm. Ona görə də say neçə dənədir? 6 dənə. Yazıram bura 6. Ondan sonra gəlin elə silək buranı, biraz səliqəli olsun. Silək buranı. İndi 3 damaların birləşib əmələ gətirdiyi, 3 hissənin birləşib əmələ gətirdiyi üçbucaqlara baxın. 1, 2, 3, 1. Sonra yenə 1 ilə 1, 4, 5, bu 2. Sonra baxıram 2, 5, 8, 2, 5, 8. Sonra 3, 6, 9 və nəhayət 4, 5, 6. Başqa varmı? Baxırıq. 1, 2, 3'ü yazmışam. 1, 4. Üzr istəyirəm. Bu 1, 4, 5 yox. 1, 5, 7'dir. Biraz burada 7 səliqəsiz alınıb. Ona görə 1, 4, 7'dir. 1, 2, 3'dür. 2, 5, 8'dir. 3, 6, 9'dur. 4, 5, 6'dır. Başqa da olduğunu görmürəm. Ona görə də bu sayılar nə qədərdir? 5 dənə. Üstə gəlirəm 5. Bu 3 damalları idi. İndi keçirəm 4 damallara baxaq. Belə bir şey varmı? 4 damanın birləşib əmələ gətirdiyi bir üçbucaq nümunə olaraq varmı? Bəli, var. 1, 2, 4 və 5. Sonra 2, 3, 5 və 6. Başqa nümunə görürükmü? Baxaq. Məncə yoxdur. 2, 3, 5, 6, 1, 2, 4, 5 yoxdur. Cəmi 2 dənə olacaq onda nümunə. 4 dənə üçbucağın əmələ gətirdiyi. 5 dənə olmayacaq. 5 dənə görmürəm. Yoxdur 5 dənə. Sonra baxırıq. 6 dənəli var. 1, 2, 4, 5, 7, 8. Sonra 2, 3, 5, 6, 8, 9. Bu da oldu 2 dənə. Başqa görürükmü? Bəli, var. 1, 2, 3, 4, 5 və 6. Bundan başqa da hissə görünmür. 2, 3, 5, 6, 8, 9'u yazdıq. 1, 2, 4, 5, 7, 8'i yazdıq. Bu da oldu 3 dənə. 6 dənəli 3 dənə oldu. Bunu da qeyd edək yuxarıdan. 7 dənəli. İndi əlbəttə ki, yoxdur. 8 dənəli. Düşünürəm ki, yoxdur.
Və nəhayət 9 dənə hamısını birliyə əmələ gəldiyi bu böyük fiqur bir sayı edəcək. Və indi gəlin baxaq. 15, bu da üstə gəl 6. Cavab elədi nə? 21. A variantı. Keçək növbəti sualımıza. Bu şəkildə, burada da eyni şəkildə biz bunları nömrələsək hissələri daha yaxşı olar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və tutaq ki, 11. Gəlin ilk növbədə tək damaların əmələ gətirdiyi, hissələrin əmələ gətirdiyi üçbucaqların sayına baxaq. Bu üçbucaqların sayı 10 dənədir. Yəni təkcə burada üçbucaq şəklində olmayan bu 5-dir. Daha sonra 1 ilə 2, bax bunu hesablamağın bir ardıcıl formada olduğuna görə əslində bu saya baxırıq ki, burada da elə say 10 olacaq. Çünki 1 ilə 2 olacaq, 2 ilə 3 olacaq, 3 ilə 6 olacaq, 6 ilə 11. Bu şəkildə dövr eləsə, sonra da 4 ilə də 1. Bunlar 2-2 götürsək, bunların sayı da nə qədər olacaq? Deyirik ki, 10 olacaq. Sonra baxırıq 3-3 götürdüyümüz hissələrə. 1, 2, 3, 2, 3, 6 amma olmur. Deməli, bu 3-3 götürdüyümüz hissələrdə isə vəziyyət biraz dəyişir. Misal üçün, götürürük 1, 2, 3. Daha sonra hansı hissəni götürə bilərik? 3, 6, 11. Sonra götürürəm. 9, 10, 11. Daha sonra götürürəm. 7, 8, 9. Bir də nə var? 7, 4, 1. Deməli, bunların sayı nə qədər olacaq? 5 dənə olacaq. Bu 5 dənə oldu. 3 damanın birləşib əmələ gətirdiyi. Amma bununla bitdimi? 3 damanın birləşib əmələ gətirdiyi. Biz kənardakıları saydıq. İndi mən baxıram ki, bax bu birləşib bir dənə də 3 damalı əmələ gətirib. Bunun bir də bu biri tərəfi var. Rəngi dəyişib göstərirəm. Bir də bunun beləsi var. Buradan neçə çıxdı? 2. Sonra baxıram ki, bu biri ucudan başlasaq, bir dənə. Bir də bunun bu biri tərəfi var. Bu da olacaq yenə 2 dənə. Bax, bundan söhbət gedir. Bura artıq gələndə, bu bir uca gələndə, bunu artıq çəkmişəm mən. Birini çəkmişəm, digərinə baxıram. Digəri isə budur. Vəssalam, bundan o tərəfə yoxdur. Çünki əgər bu ucdan çıxan, həmən 3 fiquru 3 hissəni birləşdirən üçbucaqlara baxsaq, artıq bunu çəkmiş olunur. Ona görə də bu sayda 5-dir. Bunu da qeyd edirəm bura. Daha sonra varmı? Daha sonra olub-olmamağına baxırıq. 2 dəqiqə buranı silim. Bu da oldu. 5 sayda. Və indi daha çox sayda hissənin birləşib əmələ gətirdiyi üçbucaqlara baxaq. Bunlar hansıdır? Baxıram ki, bax, bu birləşib bir üçbucaq əmələ gətirib. Düzdürmü? Növbəti bu hissə birləşib bir üçbucaq əmələ gətirib. Bu hissə 1. Eyni şəkildə bunun da sayı cəmi çıxacaq nə? 5 ədəd. Bu hissə 1. Bir də bax bu hissədən əmələ gələn. Bu üçbucaq oldu say 5 dənə. Bundan o tərəfə üçbucaq sayının olduğunu düşünmürəm. Baxaq. 4 dənə artıq sayın birləşib üçbucaq əmələ gətirmək burada mümkün deyil. Ona görə də cavabımız nə olacaq? 35. C variantı. Keçək digər sual nümunəmizə. Burada deyir ki, şəkildəki üçbucaqların sayı ilə rhombların sayının fərqini tapaq. Ən birinci üçbucaqların sayını tapaq. Bax, burada bu kiçik üçbucaqlar ki var, yəni ən kiçik bir damadan ibarət olan üçbucaqlar. Bunun sayı nə qədərdir burada? 3. Bax, bundan biri də var. Burada da say 3-dür. Burada da say 3-dür. Burada da say 3-dür. Və bir də bunun özünü fikirləşsək, yəni bu 3 dənə kiçik üçbucağın birləşib əmələ gətirdiyi bu üçbucağı fikirləşsək, hər bir hissədə olacaq neçə dənə? 4 dənə. 4 dənə bu şəkildə üçbucağımız var. Hər birində 4 dənə də üçbucaqlı çıxır. Bunların sayını toplasaq, eləyir nə? 4 vur 4, 16. Daha sonra keçirik burada. Baxaq görək, başqa üçbucaqlı varmı? Bir dənə də üçbucaqlı bunu çəksək. Cavab elədi 17. Düşünürəm ki, başqa üçbucaqlı yoxdur. İndi gəlin bunların içərisindən rhombların sayını çıxaraq. Rhomblar hansıdır burada? Bir budur. Bir budur. 2. Bir də bu olsun. 3. Başqa varmı? Bəli, var. Baxaq bundan sonra nə var? Bu bir rhombdur.
Bu bir rombdur. Rəngi dəyişsək daha yaxşı görmək üçün. Bu da oldu. Bir digər rombumuz. Bu sayda oldu 3. İndi biz bu 17-dən bunların cəmi nə elədi? 6. 6-nı çıxsaq nə qalır? 11. Keçək növbəti sualımıza. Şəkildə neçə kvadrat var? Kiçik xanaların hər biri 1-in 1-ə ölçüdədir. Bu bizim üçün o deməkdir ki, bunlar hər biri kvadrat şəklindədir. Amma böyük fiqur özü bir düzbucaqlı şəklindədir, eləmi? Biz onda burada sayları necə tapmalıyıq? Bax, ən kiçik xanalardan başlayırıq yenə. Baxıram ki, bu tərəfə 6 dənədir. Sütun boyunca da 4 dənə. Normalda bu xanaların sayı nədir? Ən kiçiklərin 6 vur 4. İndi bax, bunu bir vahid böyütsək, yəni 2 damalı kvadratlara baxsaq, tutaq ki, bu kvadratlardan söhbət gedir də. Bax, nə baş verir? İndi bir nümunədə göstərirəm. Bir dama sürüşdürürəm, oldu 2. Bir dama sürüşdürürəm, oldu 3. Bir dama da sürüşdürürəm, 4. Bir dama da sürüşdürsəm nə olacaq? 5. Say nə qədər azaldı? Bir vahid azaldı. Yəni 6-nın 4-ə idi, indi olacaq 5-in. Bu biri tərəfdə də həmçinin. Fikir verin, 1. Bir dama aşağı sürüşdürürəm, 2. Bir dama da aşağı sürüşdürsəm, 3. 4 də azaldı, oldu nə? 3. Yenə hər dəfə, misal üçün, indi artıq 3-ün 3-ə olan kvadratları götürsək, yenə də bir vahid azalacaq hər tərəfi. 4 vur 2. Yenə də bir vahid böyütsək, olacaq nə? 3 vur 1. Söhbət artıq bax, bu kvadratdan gedir. 4-ün 4-ü olan kvadratdan. Neçə dənədir? 1. Bir dama sürüşdürürəm 2. Bir dama da sürüşdürürəm 3. İndi bizə baxıram, növbəti say nə olur? Bu azalsa 2, bu biri tərəf azalsa nə olacaq? 0. Yəni ki, yoxdur da artıq. Bundan aşağı bu say azala-azala gəlir, amma bu say artıq 0-a çatdığına görə buradan o tərəfə baxmırıq. Bizə lazımdır bu sayların cəmi. O da nə eləyir? 6 vur 4, 24, 15, 8, 3. İndi gəlin bunları toplayaq. 24, 15, 39, 8, 47. Bu da üstünə gəlirik 3. Cavab edir 50. Yəni, mən indi nümunədə izah etmək üçün bu şəkildə dedim. Siz sadəcə nə edəcəksiniz? Ən birinci götürəcəksiniz xanaların sayı 6 vur 4. Sonra hər tərəfi bir vahid azaldı. Ta ki, bir tərəf 0-a gəlib çatana qədər yazacaqsınız və cəmlərini toplayacaqsınız. Vəssalam. Keçək növbəti sualımıza. Burada isə bizdə deyir ki, şəkildə neçə düzbucaqlı var? Şəkildəki düzbucaqlıların sayını soruşursa, əlbəttə ki, bax, bunlar hər biri kiçik bir xana. Bu özü oldu bir düzbucaqlı. Düzdürmü? Amma bir məsələ var ki, kvadratdan fərqli olaraq biz artıq bunu da bir düzbucaqlı olaraq götürürük. Bunu da bir düzbucaqlı olaraq. Bəs yaxşı, bu neçənin neçədir? 6-nın 4-ə. Bunun üçün standart bir qayda var? Var. Sadəcə ən birinci mən sizə onun yolunu izah etmək istəyirəm. Bax, hər bir damadan başlasaq, bir nömrəli damadan tutaq ki, neçə dənə say çıxır? 3, 4, 5, 6 dənə. Yəni, içərisində bu birinci damanın olduğu və ancaq bir sətr boyunca gedən düzbucaqlıların sayını dedim. Bunu indi bu şəkildə götürsək, indi bu damanı sağa doğru sürüşdürsək, 2-dən başlasaq bu dəfə neçə dənə olacaq? 5 dənə. Növbəti 4, növbəti 3, 2, düzdürmü? Ta ki, gələcək nə? Bunun elə özü tək başına 1 dama. İndi yaxşı, bununla bitirmi? Biz bu 1-dən istifadə edərək başqa düzbucaqlı düzəldənmirik. Bir dama düşürəm aşağı. İndi belə götürürəm. 1, sonra belə götürürəm. 2. Yenə də eyni sayı təkrarlayıram. Bunun hər dəfə nə ilə? 2, 3, 4 dəfəsi ilə. Eyni saylar hər birində yenə də bu cəmlər təkrarlandığına görə gəl elə onda bunu cəmlərin toplayaq. Bu biri tərəfə toplayıram. 1, 2, 3, 4, 5, 6 cəmi. Nə elədi? Baxaq. 21. Düzdürmü? Bir də indi sütun boyunca bunların cəmini toplayıram. 1 üstə gəl 2, üstə gəl 3, üstə gəl 4. Bu nə elədi? 10. Bu sayları bir-birinə vururam. Cavab nə elədi? 21 vur 10, 210. Yəni, düzbucaqlıların sayını bu şəkildə
cədvəl formasında verilibsə, bunun içərisindəki düzbucaqlıların sayını deyirsə, biz neynirik? Sətirləri və sütunları qeyd eləyirik. İçərisində də yaza bilərik, üstünə də. Bax, misal üçün 1, 2, 3, 4, 5, 6, 2, 3, 4. Sətir boyunca rəqəmləri toplayırıq. Nə elədi? 21. Sütun boyunca rəqəmləri toplayırıq. Nə elədi? 10. Bunları bir-birinə vururuq. Cavab elədi 210. Bu şəkildə sürətli qaydada cavab tapa bilərsiniz. Yəni mən bu nümunədə də hardan tapdı, bu hardan gəlir, onu izah etmək üçün biraz daha tutaq ki, izah biraz vaxt aldı, amma normalda siz bunu görürsünüzsə, sadəcə bu şəkildə götürüb cavablandırırsınız. Nə idi bu? Sətir və sütun neçədir? Götürürəm ki, 6-nın 4-ə. Birinci 6 vur 4-ü yazıram, bu kvadratlardır. Sonra hər birin bir vahid azalda gedirəm. 5 vur 3, 4 vur 2, 3 vur 1. Artıq bir tərəf 1-ə gəlib çatsa, deməli dayanırıq. İndi bunları nə edirik? Toplayırıq. Burada əldə etdiyimiz nəticələri də toplayanda 50 alırıq. Üçbucaqlarla da bağlı istifadə edə biləcəyimiz, tətbiq edə biləcəyimiz qaydaları dedik. Baxın, bu düzbucaqlı üçün izah elədiyim qayda əslində paralelloqram üçün, romb üçün da keçərlidir. Əgər bu cədvəl formasında, əslində bu da elə cədvəl formasıdır. Sadəcə olaraq xətlər biraz meyillidir. Burada yenə də sayları toplayırıq. 1, 2, 3, 4, 5-in neçəyədir bu? 1, 2, 3-ə. Hər birini toplayırıq. 1, 2, 3, 4, 5 cəmi. Elədi 15. 1, 2, 3. Bu da elədi nə? 6. 15-i 6-ya vuranda nə eləyir? 90. Keçək növbəti sualımıza. Burada da deyir ki, neçə dənə şəkildə kvadrat var. Kvadratların saymaq üçün qaydamızı yenə burada hər hansısa bir hissəsinə tətbiq eləyə bilərik. Nəzərə alaq ki, bu hissələr boşdur. Bu hissələrdə biz bu qaydanı tətbiq eləyə bilmərik. Misal üçün biz götürüb bunu, neçədir bu? 5-in 5-ə kimi hesablaya bilməyəcəyik. Bunun müəyyən bir hissəsində amma bunu tətbiq eləyə bilərik. Misal üçün, bu hissəni götürərəm, burada tətbiq eləyərəm. 1, 2, 3-ün 1, 2, 3, 4-ə götürsək və bunun içərisində kvadratları hesablamaq üçün dedik, nə edirik? Birinci yazıram 4 vur 3, sonra yazıram 3 vur 2, sonra yazıram 2 vur 1 və bunları toplayıram. 4 vur 3, 12, 3 vur 2, 6, 2 vur 1, 2. Tamam. Bunun qaydasını tapdıq. 12, bu da 6 ilə 2, 8. Bura elədi nə? 20. Mən bu hissəni götürdüm. Axı, buradan kənarda qalan hissələr də var. Onu da ki, buradan hesablayaq. Neçə dənə burada tək hissə qalıb? 1, 2. Bir də bu hissələrdən istifadə etməklə başqa kvadrat düzəltmək olar? Bəli, var. 3. Yazdım 3. Yenə burada 1, 2. Bir də bunlardan istifadə edib bu kvadratı düzəltmək olar? Yenə də oldu 3. Burada isə 1, 2, 3. Bir də bunları birləşdirib növbəti kvadrat alıram. 4. Yenə də burada eyni şey keçərlidir. 1, 2, 3. Bu da 4. Cavab nə edəcək onda? 14. 20-nin üstünə 14 gəlirik. Cavabımız B variantı eləyir. Keçək növbəti sualımıza. Burada isə bizə deyir ki, şəkildəki üçbucaqların sayı ilə kvadratların sayının fərqini tapın. Böyük fiqur kvadratdır. Əgər böyük fiqur kvadratdırsa, gəlin bunun içərisindəki birinci üçbucaqları sayaq. Tutaq ki, 1, 2, 3, 4, 5, 6, 7, 8. Yazaq bura bu 8-i. Ən kiçik damalarda əmələ gələn üçbucaqları saydım birinci. Sonra keçirəm 2 damanın birləşdirib əmələ gətirdiyi üçbucaqlara. 1, 2, 3, 4. Bunu qeyd eləyək. Görək, başqa varmı burada? 2 damanın birləşib əmələ gətirdiyi üçbucaq. Başqa görmürəm. Onda gəlin keçək 3 damanın birləşib əmələ gətirdiyi üçbucaqlara. 3 hissənin 1, 2, 3, bu da 4-dür. Başqa 3 damanın birləşib, 3 hissənin birləşib əmələ gətirdiyi üçbucaqlı varmı? Görmürəm. İndi gəlin onda növbəti hissələrə baxaq. Nədir bu hissə? 1, bir dama keçdik bu tərəfə. 2, 3, rəngli çəkək, görünsün. Bu da olsun nə? 4. Bunu da çəkdik. Bu da oldu. Say nə? 4 dənə.
Bunu da qeyd elədik. Başqa üçbucaqlı əmələ gəlirmi burada? Məncə xeyr. Bunların sayını yazsaq, cəmləsək nə edir? Baxaq. 12, o da 8. Bu elədi 20. Düzdürmü? Bunun içərisindən indi nəyləri çıxmalıyıq? Kvadratları. Ən kiçik xanadakı kvadratlara baxıram. 1, 2, 3, 4. Yazıram bura 4. Ondan sonra başqa hansısa kvadrat varmı? Burada əmələ gələn. Var. 4-ün üstünə bir də gəlirik bunların hamısının cəmin. Yəni birləşib əmələ gətirdiyi kvadratı. Bir də ki, bu ən böyük fiqur özü demişdi kvadratda axı. Bir də bunu gəlsək, bu da elədi nə? 6. 20-dən də 6-nı çıxsaq nə qalır? Y variantı 14. Belə, əziz izləyicilər, ümid edirəm ki, video izah sizin üçün faydalı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.